apply eləsələr işləri daha yaxşı olar. Çünki siz onlara daha çox diqqət edirsiniz. Olaraq məsələn CV-nin tabloda yaradılması çox qəşəng layihələr idi. Onun portfolyosunda ən çox nələrə diqqət edirsiniz? Hətta indi elə bir rəqabətlilik dövrüdür ki, deməli namizədlər çoxluq təşkil edir. Bu kurs ilə junior səviyyəsinə çatmaq mümkündür. Bu təcrübəni bəs necə qazana bilərik? Siz hardan əldə edirsiniz dataları? Maaş aralığı nə qədərdir? Məşhur suallarımızdan biridir. Artan tempdən, yəni 2000-2500-ə qədər belə bu istiqamətdə artır. Və yaxud iş tapmasa hər hansı bir deməli heyfslənmək kimi durumlar olmamalıdır, daim səbirli olmalıdırlar. Salam hörmətli izləyicilər. Bu gün yeni podkastımızla qarşınızdayıq. Bugünkü qonağımız Eyşən Bağırovdur. Eyşən müəllim, xoş gəlmisiniz. Xoş gördük. İzləyicilərimizə özünüzü təqdim edərdiniz. Eyşən Bağırov kimdir? Nə işlə məşğuldur? Mən Eyşən Bağırov, hal-hazırda Kapital Bankda data scientist olaraq fəaliyyət göstərirəm. Bundan əlavə Azərbaycan Texniki Universitetində NLP fənni üzrə tədris edirəm və əlavə olaraq da İnformasiya Texnologiyaları İnstitutunun doktoranturasında təhsil alıram. Hər zaman olduğu kimi sizdən gələn sualları qonağımıza ünvanlayırıq. İlk sualımız data analitika nədir? Data analitika ümumiyyətlə datanın toplanması mərhələsindən başlayaraq datanın emalı, təhlili, analizi nəticələrinin qərar qəbulunu dəstək məqsədi ilə istifadə olunması prosesi kimi başa düşə bilərik. Data analitiklər elə bu sadladığım mərhələlər üzrə olan işləri görürlər. Bir növ məsələn datanın toplanmasından başlayaraq datanın deməli analizi, təhlil olunması, tədqiq olunması və onun vizualizasiya şəklinə salınması, dashboardların hazırlanması bu kimi ardıcıl mərhələləri özündə əks etdirən işlərlə fəaliyyət göstərirlər. O məşhur suallardan biri, hər zaman izləyicilərdə maraq doğuran suallardan biri odur ki, data analitika ilə data science arasındakı fərq nədir? Zəhmət olmasa bunu bir aydınlıq gətirək. Sadə dildə desək, ümumiyyətlə data analitika, data science arasındakı fərqə belə baxa bilərik. Əgər data analitik ümumiyyətlə mövcud data üzərində nə baş verdi, niyə baş verdi tipli suallara cavab taparkən, data scientist daha çox nə baş verəcək və bunun qarşısını almaq üçün hansı tədbirlər görülə biləcək kimi demək proqnoz modellər qurur. Yəni ümumi olaraq desək, data scientisti data analitikdən fərqləndirən əsas xüsusiyyət deməli data scientistin görə biləcəyi prediktiv modellərin qurulmasıdır. Bizim bildiyimiz süni intellekt tipli modellərin qurulmasıdır. Data scientist ümumiyyətlə hər hansı bir problem olur ortada və bu problemin həllinə söykənən deməli fəaliyyətlər aparır. Burada biz bank olaraq düşünsək, bankda churn prediction model, daha sonra fraud detection, hansı ki bunlar bankda mövcud olan problemlərdir. Halbuki məsələn data analitik ortada problem olmasa belə hər hansı bir tutaq ki, satışla məşğul olan bir şirkətdir və şirkətin cari statusunu izləmək, monitorinq etmək üçün dashboardların qurulmasından məşğul ola bilər. Yəni ortada problem yoxdur, sadəcə deməli stakeholderlar cari vəziyyəti izləmək istəyirlər. Adətən izləyicilərdən aldığımız suallar odur ki, müəllim, yeni başlayanlar üçün əsas nə lazımdır? Biz hardan başlamalıyıq? Vacib olan faktorlar sadalanacaq. Məsəl üçün texniki biliklər, məsəl üçün soft skilllər, məsəl üçün burada analitik düşüncə, bu kimi şeylər, yəni bunlar hansılar başlanğıcda mütləq lazımdır, hansılar sonradan öyrəniləndir? Analitik düşüncə və texniki bilik bunlardan hansı əslində hər ikisinin vəhdət təşkil etməsi, yəni balanslı şəkildə olması arzu olunandır təbii ki. Bəzi namizədlərdə texniki biliklər zəif olur, analitik düşüncə güclü və yaxud əksinə baş verir. Ümumiyyətlə belə bir deyim var, texniki biliklər analitik düşüncənin reallaşdırılması, həyata keçirilməsi üçün olan bir vasitədir. Yəni texniki bilik dediyimiz yəni toollardır. Hansı SQL, Oracle, Power BI, vizuallaşdırma toolları, Python, proqramlaşma dilləri, yəni bunlar bir toollardır. Toolları öyrənmək analitik düşüncəsi güclü olan şəxs üçün çox sadə olur. Əgər tutaq ki, müəssisəyə 2 nəfər namizədliyini irəli sürüb data analitik vəzifəsi üçün, burada namizədlərdən birinin analitik düşüncəsi zəif, amma texniki bilikləri çox güclü ola bilər və yaxud digərində isə əksinə. Bu zaman məncə analitik düşüncəsi güclü olan şəxsə namizədə üstünlük vermək lazımdır. Çünki toolların öyrənməsi, yəni siz müəssisə o həmin namizəd üçün müəyyən bir kurslara cəlb eləyə bilər, onun texniki biliklərini gücləndirə bilər. Düşünürəm ki, analitik düşüncə amma zamanla, yəni müəyyən bir zaman alan bir prosesdir onun gücləndirilməsi. Ona görə də texniki biliklər, analitik düşüncə çox önəmlidir başlayan şəxs üçün.
Data analitik olmaq üçün hansı proqramlaşdırma dili önəmlidir və bir data analitik olmaq istəyən bir şəxs texnoloji tərəfdən hansı toolları öyrənməlidir? Hər kəsin belə deyək, data analitik olmaq istəyən şəxslərin maraqlandığı suallardan biridir. İlk olaraq deməli biz data analitikanın ümumiyyətlə tərifini verəndə dedik ki, datanın toplanması mərhələsini ilk olaraq vurğuladıq. Datanın toplanmaq üçün ümumiyyətlə bizə SQL bilikləri lazım gələ bilər. Datanın bazadan çəkilməsi üçün SQL skriptlərini yazmaq bacarığı olmalıdır. Təbii ki, bu məsələn müəssisəyə görə dəyişir. Bəzi müəssisə Oracle işlədir, bəziləri MySQL və s. Amma əsas olaraq sintaksis olaraq SQL sintaksisini öyrənmək vacibdir bu məqamda. Növbəti olaraq, yəni tutaq ki, müəssisə böyük və yaxud kiçikdir. Kiçik müəssisələrdə adətən data da kiçik olur ölçüsü və onun Excel-də adi Excel istifadə edərək analizini Excel-də həyata keçirmək mümkün ola bilər. Və yaxud data böyükdürsə və bunun analizi müəyyən belə deyək, Excel-də not responding-lə qarşılaşmamaq üçün onun Python-da analizi bilirik ki, məsələn Python-da Pandas və digər kitabxanalar vardır ki, böyük həcmli məlumatları saniyələr ərzində emal etmək qabiliyyətinə malikdir. Bunun üçün təbii ki, Python-da sadə data analitikinin istifadə edə biləcəyi kitabxanalar vardır ki, onları öyrənməyi arzu olunandır. Daha sonra əgər analiz mərhələsindən sonraki mərhələ biz data analitikin tərifində vurğulamışdıq ki, datanın vizuallaşdırılması mərhələsidir. Bunu biz Python-da da və yaxud Excel-də də vizuallaşdırma kimi istifadə edə bilərik. Amma sırf bəzi toollar vardır ki, Power BI və yaxud Tableau, ClickSense kimi vizuallaşdırma toolları vardır ki, bunlar sırf vizualizasiya üçün həsr olunmuş proqramlardır. Və bu deməli bununla yanaşı, yəni həm deməli Tableau və yaxud Power BI ikisindən birini seçim edib o istiqamət həmin toolu mənimsəmək daha yaxşı olardı. Data analitikası hansı sahələrdə istifadə olunur? Data analitikası günümüzdə bir çox sahələrdə istifadə edilir. Əvvəlki bir neçə ilə nəzər salsaq görərik ki, artıq bir çox sahələrə nüfuz etmişdir data analitikası. Xüsusilə biz vurğulaya bilərik maliyyə, bank sahəsi, bankçılıq, sığorta sahəsində vakansiyalara göz atdıqda görürük ki, bu sahələr üstünlük təşkil eləyir. Bundan əlavə təhsil, elektron ticarət, telekommunikasiya kimi sahələrdə də biz data yönümlü belə deyək, pozisiyaların elan olunduğunu görə bilərik. Data analitik olmaq üçün riyaziyyat biliyi nə dərəcədə lazımdır? Data analitik olmaq üçün riyazi biliklər, elementar riyazi biliklərin olması kifayət eləyir. Sadə statistik deməli funksiyalarla tanış olmaq, burada deməli ədəd orta, median, standart meyl etmə kimi funksiyaları bilmək, həmçinin deməli məntiqi operatorlar, and, or, hansı ki SQL-də, Python-da, Excel-də hər birində istifadə olunan funksiyalardır. Bütün şirkətlər həqiqətən dataya əsaslanaraq qərar verir? Əslində bütün şirkətlər dataya əsaslanaraq qərar qəbul edir desək yanlış olardı. Çünki kiçik şirkətlərdə adətən ənənəvi təcrübəyə əsaslanaraq, intuisiyaya əsaslanaraq qərarlar qəbul edirlər. Lakin böyük şirkətləri biz deməli müşahidə etdikdə görürük ki, həqiqətən də data yönümlü qərarlar qəbul olunur. Bunu xüsusilə biz təhsil sahəsini vurğulamaq istərdik. Məsələn, Təhsil Nazirliyi və yaxud eləcə də Dövlət İmtahan Mərkəzinin deməli səhifələrində biz müşahidə edirik ki, müxtəlif qrafiklər paylaşılır, həmçinin data yönümlü, həmin dataya əsaslanaraq qərarlar qəbul edilir. Data analitik olmaq üçün universitet təhsili önəmlidir, yoxsa sadəcə bootcamp bəs eləyər? Universitet təhsili dedikdə yəqin ki, IT ilə əlaqəli olmayan digər təhsil nəzərdə tutursunuz. Bəzi deməli namizədlərdə biz görürük ki, onlar kimya və yaxud humanitar sahədə, filologiya və digər humanitar sahələrdən başlayırlar, bu sahəyə keçid eləmək istəyirlər. Adətən yəni onlar təbii olaraq özünü təkmilləşdirmək üçün bootcamplara müraciət edirlər və deməli namizədlər arasında seçim eləyərkən ümumiyyətlə hər hansı bir işə qəbul zamanı namizədlər arasında seçim eləyərkən bunların təhsil backgrounduna çox ciddi baxılır. Yəni təhsil əsas faktor oynayır. İki namizəddən biri əgər nə qədər güclü təcrübəyə malik olsa da yenə də təhsil faktoru orada müəyyən dərəcədə bir rol oynayır. Xüsusilə bilirik ki, son zamanlarda data analitika sahəsi üzrə deməli ixtisaslar açıldı. Artıq universitetlərdə həm bakalavr, magistr sahəsi üzrə müşahidə edə bilərik. Yəni bu mənada əgər həmin o humanitar sahə
IT sahəsinə əlaqəli olmayan şəxslər üçün mən tövsiyə elərdim ki, bootcamplara qoşulsun və yaxud bu sahədə artıq öz biliklərini təkmilləşdirsinlər. Eləcə də məsələn IT sahələri üzrə təhsil alan şəxslər də həmçinin universitetlərdə artıq data analitikaya yönümlü toollar öyrədilmir. Bunlar artıq universitetdən kənar deməli fəaliyyətlər olduğu üçün onlar da özünü təkmilləşdirmək üçün hər hansı bir onlayn kurslara və yaxud bootcamplara müraciət etməlidirlər. İzləyicimizdən belə bir sual var. Mən hal-hazırda universitetdə oxuyuram və bitirdikdən sonra data analitik olmaq istəyirəm. Yəni yolumu o istiqamətdə seçəcəm. Mən universitetdə oxuduğum zaman portfolyomu necə qurmalıyam ki, universiteti bitirdikdən sonra artıq işlərə müraciət edə bilim? Universiteti bitirdikdən sonra dərhal iş tapmaq biraz deməli çətin məsələdir. Çünki işə qəbul olan zaman namizəddən iş təcrübəsi adətən tələb olunur əksər yerlərdə. Bu təcrübəni bəs necə qazana bilərik? Bunun üçün təcrübə proqramları var. Hətta indi elə bir rəqabətlilik dövrüdür ki, deməli namizədlər çoxluq təşkil edir, data analitik olmaq istəyənlər. Yəni onlar təcrübə proqramına seçilmək belə biraz çətinləşib. Buna görə də bir növ bu rəqabətli mühitdə çalışmaq lazımdır ki, portfolyonu genişləndirilsin. Bunun üçün deməli elə universitet vaxtlarında müxtəlif portfolyonu genişləndirmək üçün müxtəlif deməli use case-lər işləmək və onları LinkedIn hesabında paylaşa bilərlər və yaxud məsələn Tableau Public deyilən bir deməli veb-sayt mövcuddur. Qurduğunuz dashboardu elə o Tableau Public-də paylaşaraq, o linkini LinkedIn-də məsələn paylaşaraq artıq izləyici kütləsi toplamağa çalışa bilərsiniz. Daha bir sual da var ki, mən data analitiklə məşğulam. Sadəcə olaraq dataları hardan əldə edəcəm, onu bilmirəm. Zəhmət olmasa onunla bağlı məlumat verərdiniz. Siz hardan əldə edirsiniz dataları? Yəni bu işlərdə istifadə ediləcək datadan getmir söhbət. Təbii ki, test məqsədli. Test məqsədinə istifadə olunan veb-saytlar çoxdur. Yəni çoxlu deməli platformalar mövcuddur ki, bunlardan biri Kaggle platformasıdır. Burada həm deməli machine learning yönümlü yarışmalar elan olunur, həmçinin də elə datasetlər də paylaşılır və bu yəni fərqli sahəyə aid olan deməli datasetləri biz bu bazadan götürə bilərik. Bunun üzərində hətta onu Kaggle daxilində kod şəklində o deməli biz Python istifadə edərək orada da analizləri orada da apara bilərik. Bundan əlavə UCI Machine Learning Repository adlı bir deməli veb-saytda mövcuddur. Burada biz deməli fərqli kateqoriyalar üzrə təhsil, telekommunikasiya, tibb və s. digər kateqoriyalar üzrə verilənlər tapa bilərik. Orada həmçinin əgər bizim deməli verilənlərin ölçüsünə görə, tipinə görə fərqli deməli continuous verilənlər, sonra deməli numerik verilənlər, sütunlar olsun. Yəni o seçimləri eləyərək, filtr verərək biz istədiyimiz dataseti toplaya bilərik. Təbii ki, mən dediklərim deməli məhdud sayda dedim, amma yəni çoxlu sayda web resurslar mövcuddur ki, oradan əldə etmək mümkündür. GitHub-da məsələn bu nümunəyə aid edilə bilər. Bir mütəxəssis kimi intervyu prosesindəsiniz və bir namizədlər var qarşısında, CV-ləri. O CV-lərdən seçim edərkən onun portfolyosunda ən çox nələrə diqqət edirsiniz? Namizəd müraciət eləyəndə data analitik olaraq müraciət etdikdə təbii ki, onun portfolyosunda hər hansı bir use case-in, proyektin olması arzu olunandır. Elə bayaq sadaladığım məsələn veb-saytlar mövcuddur ki, resurslar, datasetlərin mövcud olduğu resurslar mövcuddur. Oradan deməli müəyyən datasetləri toplayaraq tutaq ki, təbii olaraq məsələn ənənəvi Titanic datasetindən qaçmaq lazımdır. Fərqli datasetlər məsələn bəli Netflix, sonra Eurovision datasetləri mövcuddur, tutaq ki, fərqli datasetlərdir. Bunlardan istifadə edərək müəyyən bir dashboardların qurulması məşğul ola bilərlər. Eyni zamanda məsələn bu yaxınlarda mən gördüm daha yaradıcı olaraq məsələn CV-nin Tableau-da yaradılması çox qəşəng proyektlər idi. Məsələn Tableau Public-də görmüşdüm onu. Yəni CV-ni çox gözəl qrafiklərdən istifadə etməklə artıq deməli Tableau-da CV yaradılmışdı və o bir növ istifadəçinin deməli vizualizasiya qabiliyyətinin də olduğunu öz belə də yaradıcılıq qatmışdı həmin işə və o yəni o portfolyoda ola biləcək məncə əsas nüanslardan biridir. Belə başa düşdüm ki, namizədlər adətən CV-lərinə hansı texnologiyaları bilirəm yox, gördüyü işlərlə bağlı həmin proyektləri hansısa bir platformaların linkini verərək CV-də apply eləsələr işləri daha yaxşı olar. Çünki siz onlara daha çox diqqət edirsiniz. Sizin tədris kursunuza başlamazdan əvvəl hansı biliklərə sahib olmaq lazımdır?
Kursa başlamamışdan əvvəl ilk öncə riyazi biliklərə, sadə riyazi biliklərə ehtiyac olur. Yəni burada aiddir deməli sadə statistik biliklər ola bilər, ədədi orta nədir, median nədir, standart meyl etmə, həmçinin məntiqi operatorlar, and, or kimi funksiyaların işləmə prinsiplərini anlamaq, ən əsası rəqəmlərlə işləmək bacarığına sahib olan şəxslər, rəqəmlərlə belə deyək, rəqəmlərin dostu olan şəxslər olmalıdır. Burada məsələn faizin hesablanması, faiz kimi tənasüb nisbət bu kimi deməli mövzularla tanış olan şəxslər müraciət edə bilərlər. Data analitika sahəsində maaş aralığı nə qədərdir? Məşhur suallarımızdan biridir. İstərdim onu cavablayasınız. Maaş aralığı junior səviyyə üçün əslində 800.000 civarında olur, 1200-ə qədər bu formada başlayır və deməli artan tempdən, yəni 2000-2500-ə qədər belə bu istiqamətdə artır. Bu kurs ilə junior səviyyəsinə çatmaq mümkündür. Təbii ki, bu junior səviyyəsinə çatmaq tələbənin özündən asılı olan bir prosesdir. Tələbənin nə dərəcədə öyrənməyə açıq olduğu, öyrənməyə ac olduğundan asılıdır təbii ki. Amma yəni bu kursun sonunda təbii ki, proyektlər olur və bu proyektləri də artıq öz deməli tələbənin özü müstəqil şəkildə yerinə yetirə bilirsə və özündə artıq junior səviyyə olaraq hiss edirsə ki, yəni bu proyekti tək başına həll etmək bacarığına sahibdirsə, təbii ki, yəni amma junior dediyimiz, yəni hər hansı bir bəlli bir threshold yoxdur təbii ki və deməli bu hazırladığı proyektlərin sayını maksimum dərəcədə çoxaltmalıdır və daim öyrənməyə açıq olmalıdır. Ən əsası məsələn kursu bitirdikdən sonra işə birbaşa müraciət yox, məsələn təcrübə proqramlarına müraciət edə bilərlər və yaxud iş tapmasa hər hansı bir deməli heyfslənmək kimi durumlar olmamalıdır, daim səbirli olmalıdırlar. Yaş kateqoriyası bu sahədə önəmlidirmi? Deyək ki, 30-40 plus yaşı var, bu sahəyə yönəlmək istəyir və yolu bu akademiyadan keçir və sizdən tədris almaq istəyir. Onlara tövsiyələriniz nə olardı? Yaş kateqoriyası ümumiyyətlə xüsusi informasiya texnologiyaları proqramlaşdırma, ümumiyyətlə data analitika sahəsində rol oynayır təbii ki. Burada çünki biz əgər deməli namizədin yaşı və onun belə deyək motivasiyası haqqında arasında bir deməli bir qrafikə nəzər salsaq, bir orada tərs mütənasib asılılığı görərik. Çünki yaş artdıqca artıq o motivasiyada bir növ öyrənməyə deməli həvəs bir növ azalmış olur. Amma əlavə olaraq əgər 30-40 yaş arasında olan bir şəxs və yaxud daha yuxarı olan bir şəxs namizəd data analitikaya yönəlmək istəyirsə, bunun əvvəlki iş yerinə, iş təcrübəsinə nəzər salınır. Əgər dataya yaxın, ümumiyyətlə data-la işləyibsə və bu sahədə keçid eləmək onun üçün rahat olur. Yəni data analitik olma şansı böyükdür. Amma yerdə qalan namizədlər üçün təbii ki, yəni namizədlər arasında seçim eləyən zaman yaşa da üstünlük verilir. Yəni yaş əsas kriteriya kimi götürülür. Kursda hər şey sıfırdan öyrədilir, yoxsa təməl bilgilər mütləqdir? Belə deyək, kursa qəbul olmaq istəyən namizədlər arasında ilkin bilik səviyyəsinin yoxlanması üçün test paylanılır və bu testə görə deməli qruplar müəyyənləşdirilir. Bilik səviyyəsi aşağı olan şəxslər üçün, namizədlər üçün deməli təbii ki, sıfırdan öyrədilir, amma digər namizədlər üçün artıq onların bilik səviyyəsi mövcuddur. Artıq sıfırdan öyrədilmir, müəyyən bir səviyyədən sonrakı hissə keçirilir. Sonuncu sual, data analitik olmaq istəyən tələbələr üçün və dinləyicilər üçün son tövsiyəniz nə olar? Data analitik olmaq istəyən namizədlər üçün, xüsusilə bu universitet tələbələri arasında olur. Onlar yəni hər cür fürsətləri yararlansınlar, müxtəlif təcrübə proqramlarına müraciət eləsinlər, ən əsası ruhdan düşməsinlər, səbirli olsunlar, yəni iş tapmağa hələ tələsməsinlər. Əsası yəni təcrübə toplamaqdır, həm portfolionu genişləndirməkdir. Qeyd elədiyimiz, məsələn, portfolioda ola biləcək use case-ləri qeyd elədik, onlarla məşğul olub portfolionu genişləndirsinlər və artıq özündə əminlik hissi olsa ki, məsələn, mən hazırda data analitik, yəni müstəqil şəkildə hər hansı bir proyekti görə bilirəm, qurduğum vizuallar, deməli göz oxşayan vizuallar qurmuşam və bu zaman artıq işə müraciət etmək olar. Bugünkü mövzumuz data analitika ilə bağlı idi. Düşünürəm bütün suallarınızı cavabladıq. Eşən müəllim, çox sağ olun gəldiyiniz üçün. Sizin də hər hansı bir suallarınız varsa, şərh bölməsinə qeyd edin. Hansı sahə ilə hansı proqramlaşdırma, data analitikası, biznes analitikası fərq eləməz. Biz ona görə növbəti podkast mövzumuzu təyin edək. Çox sağ olun dinlədiyiniz üçün təşəkkür edirəm.